Ermənistanın baş naziri Nikol Paşinyan seçki kampaniyası çərçivəsində elə bir bəyanat səsləndirdi ki, bütün İran əl-ayağa düşdü. Belə ki, İrəvanın, Azərbaycanın işğal altındakı anklavlarının, xüsusilə də İran-Ermənistan strateji tranzit yolunun üzərində yerləşən Kərki kəndinin Bakıya qaytarılması məsələsini açıq gündəmə gətirməsi Tehranı ciddi şəkildə hərəkətə keçirib. Görünən odur ki, delimitasiya prosesinin təbii və hüquqi bir parçası olan bu gəlişmə İranın siyasi dairələrində və rejimə yaxın media resurslarında qorxu ilə qarışıq bir ajiotaj doğurur. Bu mövzuda ən kəskin və emosional reaksiya İranın rəsmi dairələrində yaxınlığı ilə tanınan ekspert Ehsan Momadeyhandan gəldi. Onun ifrat aqressiv tonda verdiyi açıqlamalar mövcud qorxunun miqyasını nümayiş etdirir. Momadeyhan bildirib, Qafqazı öz taleyinə buraxan İran İslam Respublikasının rəsmilərinə son xəbərdarlıq. Bu kəndi ələ keçirməklə Bakı təkcə saxta Zəngəzur dəhlizinin enini genişləndirməyəcək, həm də hava məkanı üzərində suverenliyini təsdiqləyəcək. Eyni zamanda İranın Ermənistana tranzit yolunu kəsəcək. Türkiyə ilə birlikdə onlar İranın Qafqaza və Avropaya bütün çıxış yollarına nəzarəti ələ keçirəcəklər. O əlavə edib ki, Azərbaycan Kərkiyə nəzarəti ələ keçirsə, yüksəkliklərdə mövqelər tutaraq E-117 yolunu atəş nəzarətinə ala biləcək və potensial müharibədə Sünik əyalətini İranla əlaqədən kəsə biləcək. Xəbərdarlığım bitdi. İndi arxayın oturun və yenidən izləyin, deyə Momadeyhan yekunlaşdırıb. Momadeyhan iddia edir ki, Azərbaycanın Kərkiyə nəzarəti bərpa etməsi bölgədə qüvvələr balansını tamamilə alt-üst edəcək. Tehranın təşvişini əks etdirən əsas iddialar isə bunlardır. İran-Ermənistan tranzit xəttinin birbaşa risk altına düşməsi, Bakı və Ankaranın İranın Qafqaza və Avropaya çıxış yollarına tam nəzarəti ələ keçirməsi ehtimalı, saxta Zəngəzur dəhlizi, hava məkanına nəzarətin itirilməsi kimi ifadələrlə daxili auditoriyada xof yaradılması. Açıqlamanın tonu o qədər dramatikdir ki, kənardan baxan bir müşahidəçidə söhbətin sərhədlərin hüquqi yolla müəyyənləşdirilməsindən deyil, geniş miqyaslı regional müharibədən getdiyi təəssüratı yaranır. Lakin pərdə arxası reallıq tamamilə başqadır. Burada söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış qanuni ərazisindən gedir. Kərki hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-nin tərkibində olub və bu status arxiv xəritələrində birmənalı şəkildə təsbit edilir. Yəni, Paşinyanın səsləndirdiyi fikirlərdə qeyri-adi nəsə yoxdur. Bu, illərdir masada olan hüquqi məsələnin və reallığın etirafıdır. Bəs İran siyasi dairələrini bu qədər qəzəbləndirən nədir? Kərkinin azad edilməsi regionda dəyişən geosiyasi mənzərənin və Azərbaycanın mövqelərinin daha da möhkəmlənməsinin təsdiqidir. İllər boyu Cənubi Qafqazda Ermənistan üzərindən öz təsir rıçaqlarını qoruyan Tehran üçün bu xətt həm iqtisadi, həm də siyasi şantaj aləti idi. İndi bu xəttin qırılma ehtimalı və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan addımları İranda dərhal dırnaqarası milli təhlükəsizlik böhranı kimi təqdim olunur. Məsələnin digər diqqət çəkən tərəfi Paşinyanın bu mövzunu məhz seçki ərəfəsində gündəmə gətirməsidir. İllərlə fərqli xülyalarla qidalanan Ermənistan cəmiyyətinə artıq ölkənin baş naziri tərəfindən acı reallıq çatdırılır. Stat: sərhədlər hüquqi çərçivədə müəyyənləşməlidir. Statın sonu. Ermənistanın özünün bu reallığı həzm etməyə başladığı bir vaxtda Tehran siyasi dairələri hələ də keçmiş illüziyalarla yaşayır. Cənubi Qafqaza hansısa böyük gücün idarə zonası və ya arxa bağçası kimi baxan ənənəvi
İran təfəkkürü yeni formalaşan əməkdaşlıq modellərini qəbul etməkdə çətinlik çəkir. Belə dırnaqarası ekspertlərə xatırlatmaq lazımdır ki, Qafqaz artıq əvvəlki Qafqaz deyil. Yeni siyasi xəritə köhnə nüfuz dairələri ilə deyil, güc balansı, qarşılıqlı hüquqi tanınma və beynəlxalq hüquq normalarıyla çizilir. Tehrandakı bugünkü aqressiya və emosionallıq regionda itirilən təsir imkanlarının doğurduğu siyasi çarəsizliyin açıq təzahürüdür. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.